Kardeş salam aleyküm. Abi oradan çək, düz çıxışı bağlamısan, mən gələk Çerez Vstreç dönəm. Abi oradan camaat çıxır axı. Vəhşi mədəniyyətin nümunəsidir də, başqa heç nə demirəm. Əsas sən gözdə qoy, camaat burada qalanlar hamısı adam deyil də. Əsas qaqaşdır, qoy rahat siqaretini çəksin, zad eləsin. Olsun da durubdu, donubdu. Bu yol bağlanıbdı. Əşi, siqaretini çək. Bunlar hamısı hara tələsir ki? Deyirəm ki, qardaş, düz çıxışı bağlamısan, mən gərək Çerez Vstreçə dönəm. Deyir ki, 2 dəqiqə çıxıram da mən. Yəni o deməkdir ki, sən get işinlə məşğul. Mən bilirəm də mən nə edirəm. Qulaqda telefon, damaqda siqaret, qolda çöldə. Özlərinə bir dənə çöldən baxsınlar, görsünlər necə görsənir. Və yol donubdu. İçərdən həyətdən çıxmaq istəyən onlarca maşın var. Və biz hamımız Çerez Vstreçə dönürük. Qabaq svetofordur. Bir dənə yaşıl işıq verdi, mən yolu kəsdim, ana lina kəsilir. Giriş-çıxış zəbt olunur. Bu qaqaşanma yanında adam oturur, qulağında telefon nəsə soruçur, damağında siqaret. Bir dənə qardaşım, sən özün çöldən özünə bir dənə bax da. Yəni sən artıqsan, sənin ətrafındakı 500 nəfər insan əksi insandır. Yoxsa sən artıqsan, yaxşı kişinin oğlusan, biz pis kişilərin oğlanlarıyıq.